Salam əziz izləyicilər, 9 illik riyaziyyat test toplusunun çoxluqlar bölməsinin testlərinin izahlarına baxacaq. Birinci sualda A ilə düzbucaqlının B ilə dairənin nöqtələri çoxluğa işarə edilib. İştiqlənmiş hissə hansı ifadəyə uyğundur? İştiqlənmiş hissə biz görürük ki, ancaq B olan hissələr və buradan da B olan hissələr iştiqlənib. Yəni, B-də olub A-da olmayan yerlər. B çıxılsın A fərqini göstərir bu da. Cavab olacaq bir də D bəndi. İkinci sualda yenə iştiqlənmiş hissəni soruşur. İştiqlənmiş hissələr baxın B olan hissələrə uyğun gəlir. B-də olan A-da olmayanlar. Bu da yenə də çıxmanı bildirir. B çıxılsın A. 2-də də olur yenə D bəndi. Üçüncü sualda Eyler-Venn diaqramına görə A çıxılsın B çoxluğunun elementlərinin sayını tapın. A çıxılsın B, A-da olub B-də olmayan çox ədədlərdən ibarət olan çoxluğu soruşur bizə. A-da olub və bizdə burada sayını soruşur. N A çıxılsın B bərabərdir. Və bu çoxluğun özünü yazaq. 1, 5, 9. 1, 5, 9 A-da olub B-də olmayanlardır. Və bunun da sayı 3'dür. Bu şəkildə yazılır. N A çıxılsın B bərabərdir 3'ə. 3'də oldu A bəndi. Dördüncü sualda A ilə B-nin birləşməsi kəsişir C çoxluğunu istəyir. Əvvəl biz buradan A ilə B-nin birləşməsini tapaq. Birləşməni tapmaq üçün A çoxluğunda olan bütün elementləri yazıram. 1, 2, 3, 4. B çoxluğunda isə ortaq olmayanlardan, yəni ortaqları yox, digər elementləri götürmək lazım. Məsələn, 4 ortaqdır, götürməyəcəm. 5 və 6 ortaq deyil, onları götürmək lazımdır. Bax, indi bu çoxluqla bundan C-ni kəsişdirmək lazımdır. Yəni, C çoxluğunu elə buradan yazım. 2, 3, 5, 7, 8. Kəsişmədə isə biz ancaq ortaq olan elementləri götürürük. Baxın, 2 ortaqdır, 3 ortaqdır, 5 ortaqdır. Başqa ortaq yoxdur. 2, 3, 5. Cavab olacaq 4'də D bəndə. 5-ci sualda A birləşir, B-ni istəyir. A-nın B ilə birləşməsini tapaq. 0, 1, 3, 5, 6 bu A çoxluğudur. 5'i 6'nı yazmıram, 7, 9'u yazıram. Bunun C ilə kəsişməsini istəyir. C çoxluğu da budur. 1, 3, 4, 7, 10. Kəsişmədə eyniləri götürürəm. Ortaqları yəni 1, 3 və 7. Deməli 1, 3 və 7 oldu bunların kəsişməsi. Cavab olacaq 5'də D bəndi. 6-cı sualda çoxluqları verilmişdir. A çıxılsın B çoxluğunu müəyyən edin. A çıxılsın B çoxluğu A-da olub B-də olmayan elementlərdən söhbət gedir. 1 hər ikisində var. 3 A-da var, B-də yoxdur. Deməli 3'ü götürəcəm. 5 hər ikisində var. 7 yoxdur. B-də 7'ni götürəcəm. 9 hər ikisində var. Deməli cavab olacaq 3 və 7. 6'da D bəndi. 7-ci sualda N çıxılsın M çoxluğunu müəyyən edin. N-də olub M-də olmayanlar. N-də 3 hər ikisində var. 5 hər ikisində var. 7 yoxdur. 7'ni götürəcəm. 9 yoxdur. 9'u götürəcəm. 11'də yoxdur. 13'də yoxdur. 11, 13. Deməli 7, 9, 11, 13. 7'də olacaq C bəndi. 8'də çoxluğuna bərabər olan çoxluğu göstərin. Bərabər çoxluğu o deməkdir ki, içərisində olan elementlər eyni olacaq. Sadəcə olaraq yerləri dəyişiyor olacaq. Bu da uyğun gələcək E bəndinə. Hər ikisində 70 var, hər ikisində 75 var, 65 və 80 hər ikisində var. 8'də olacaq E bəndi. 9-cu sual. Yenə deyir, çoxluğuna bərabər olan çoxluğu göstərin. 24, 48 və 70. Buradakı variantlarda yoxdur. Baxaq. 24, 48 və 70. Baxın, buradadır. E bəndi. 10-cu sual. Çoxluğun elementlərinin neçəsi 15'ə tam bölünür?
15'ə tam bölünür deyəndə hansı 15'in bölünəndirsə onu götürəcəm. 15, 30 və 45. 3'ü. Cavab olacaq 10'da D bəndi. 11-ci sualda hansı 9'a tam bölünür? 9'un bölünənləri 9, 18, 27 və 36. 4'ü. Cavab oldu 11'də D bəndi. 12'də 14'dən böyük, 25'dən kiçik olan 3'ə qalıqsız bölünən natural ədədlər çoxluğunu tapın. 15, 18, 21 və 24. Həm 14 və 25 arasında yerləşdi, həm də ki 3'ə qalıqsız bölünəcəklər. 12'də olacaq C bəndi. 13'də 17'dən böyük, 35'dən kiçik olan natural ədədlərin içərisində 4'ə qalıqsız bölünənlər istəyir. 20, 24, 28 və 32. Baxaq hansı variantda var bu? D bəndində 20, 24, 28, 32. 14-cü sualda birləşməsini istəyir. Əvvəl M çoxluğun hamısını yazaq. A, B, 6, 7, 8. Digər tərəfdən 4 yoxdur. 4'ü yazmaq lazımdır. 8 var. 8'i yazmışam, yəni yazmayacam. B-ni də yazmışam, yazmayacam. Demək, bir dənə 4'ü götürdük. Bu da uyğun gəlir D bəndinə. A, B, 4, 6, 7, 8. 15-ci sualda birləşməni istəyir. 6, 7, 8, 9'u yazacağım. 12'ni yazacağım. 8, 9'u yazmayacağım təkrarda. 7'ni də yazmayacağım. Bu da təkrarda. 6, 7, 8, 9, 12. 15'də olur C bəndi. 16-cı sualda yenə birləşmə istəyir. Emin elementlərini yazaq. Digər tərəfdən də 14'ü, 8'i yazmayacağım. 9 və 6'nı götürəcəm. Baxaq. 5, 6, 8, 9, 10, 14. Bu da uyğun gəlir 16'da D bəndinə. 17. Çoxluqlarının birləşməsindən alınan çoxluğu tapın. Yenə birləşmədir. Əvvəl A çoxluğunun elementlərini yazın. 12, 15, 16, 19. 10 yoxdur, götürmək lazımdır. 12, 15 təkrardır, 16 da təkrardır. Bir də 20'ni götürmək lazımdır. 17'də də bu uyğun gəlir D bəndinə. 10, 12, 15, 16, 19, 20. D bəndi. 18-ci sualda A birləşir B çoxluğunu tapın. A çoxluğunun bütün elementlərini yazaq. 5, 8. B çoxluğundan ortaqlara çıxacam, digərlərini yazacağım. 2, 3 ortaqdır. 4'ü yazmaq lazımdır. 5 ortaqdır. 7'ni yazmaq lazımdır. 9, bir də 9'u yazmaq lazımdır. 1, 2, 3, 4, 5, 7, 8, 9. 18'də olur E bəndi. 19-cu sualda çoxluqların kəsişməsini deyir tapın. Kəsişmədə biz ancaq ortaq elementləri götürməliyik. Yəni ikisində də iştirak edən elementləri götürməliyik. Baxaq hansılardır. 0 hər ikisində var, götürəcəyik. 3 hər ikisində var, 4 hər ikisində var, 3, 4. 5 yoxdur, 6 da yoxdur, 9 da yoxdur. 3, 4, 5. 0, 3, 4. 0, 3, 4. 19'da oldu C bəndi. 20-ci sualda çoxluqlarının yenə bizdə kəsişməsini istəyir. Ortaq elementləri götürmək lazımdır. 7 yoxdur. 8 hər ikisində var. 9 yox. 10 hər ikisində var. 11 hər ikisində var. Demək 8, 10, 11. 20'də olacaq A bəndi. 21. Yenə kəsişmə istəyir. Ortaqlar 2 ortaqdır. 3 ortaqdır və 4 də ortaqdır.
2, 3, 4. 21-də olacaq A bəndi. 22-də çoxluqlarının birləşməsinin elementlərinin sayını istəyir. Birləşməni əvvəl yazaq, sonra sayını götürərik. 6, 7, 8 burada da var. Götürməyəcəm, yəni 9-u götürəcəm bu tərəfdən, yəni B çoxluğundan. Bu da eləyəcək 1, 2, 3, 4, 5. En bərabərdir 5-ə. Bizdən sayını istəyir. Say oldu 5. 22-də E bəndi. 23-cü sualda çoxluqlarının birləşməsinin elementlərinin sayını istəyir. Burada da yenə saydı. 10, 20, 30, 40, 50. 30, 40, 50-ni yazmayacağım. Bir dənə 60-ı götürəcəm. 2, 4, 6. Bu da eləyəcək 6 ədəti. Yəni n bərabərdir 6. Cavab olacaq 23-də B bəndi. 24-cü sualda B ilə C-nin kəsişməsini A ilə birləşdirmək istəyir. B ilə C-nin kəsişməsini A çoxluğunu buradan yazıram. 35 birləşir. B çoxluğu B ilə C-nin kəsişməsini yazacağım bura. İkisini də kəsişməm 20 yox 31 40. Sadəcə 40-dır. Figurus mütərizəni yazdım. Adi mütərizəni. İndi burada da birləşməni götürəndə 14, 20, 35 və 40. Cavab olacaq 24-də E bəndi. 25-ci sualda aralıqlarının kəsişməsini tapın. Bunu təxmini olaraq, bax, burada 0-dır, tutaq ki, burada 2-dir, burada 14, burada tutaq ki, 15, burada da -1. 2 ilə 15 aralığı, bax, bu formada ştrikləyirəm. -1 ilə 14 aralığı isə bu formada ştrikləyirəm. Kəsişmə istəyir. Hər iki ştrixin üst-üstə düşdüyü aralıq, baxın, bu aralıq olacaq. Yəni 2 və 14. 2, 14. 2 də daxildir, 14 də daxildir. 25-də olacaq E bəndi. 26-cı sualda yenə bizdən çoxluqların kəsişməsini istəyir. Burası 0 olsun. 6,4 bura, 10 da bura. Mənfi sonsuzluqdan 10-a qədərdir. 6,4-dən isə müsbət sonsuzluğa qədərdir. Hər iki ştrixin üstə düşdüyü aralıq bu aralıqdır. Yəni 6,4-dən 10 aralığı. Heç bir də daxil deyil. 26-da oldu E bəndə. 27-ci sualda çoxluqların kəsişməsini deyir, yenə tapın. Aralıqlarının kəsişməsini. 6-nı burada qeyd edək, 7,3-ü burada qeyd edək, 10-u da burada qeyd edək. 6 ilə 10 arası bu aralıq olur. 7,3 ilə 10 aralığı isə bu aralıq olur. Hər ikisinin kəsişdiyi aralıq isə elə 7,3 ilə 10 aralığına düşür. Hər ikisi də daxil. Cavab olacaq 27-də A bəndi. 28. A birləşir B və kəsişmə C-ni tapın. A-nın B ilə birləşməsini yazaq. 1, 2, 3, 4, 6, 8. 4-ü yazmayacağım. 5, 7, 9 yazacağım. Çünki 5, 7, 9 A çoxluğunda yoxdur. Bunu C ilə kəsişdirəcəm. C çoxluğu ilə. 2, 3, 5, 6, 10. Hər ikisində 2 var. Hər ikisində 3 var. Hər ikisində 5 var. 6 da hər ikisində var. Mən hansıların üstünə xətt çəkdim? 2-ni, 3-ü, 6-nı və 5-i. 28-də oldu E bəndi. 29. Sayın istəyir. A ilə B-nin kəsişməsini yazaq. Hər ikisində eyni olanları yazaq. 1 yox, 2 yox, 3 yox, 4 hər ikisində var. Sonra A yox, C hər ikisində var. D də yox. Kəsişməsinin elementləri oldu 2, 4 və C. İndi bunu biz C ilə birləşdirək. 2, 3, 5, E, F, H. Bundan birləşdirməliyik. Bundan birləşdirəndə də diqqət etmək lazımdır ki, bunların ortaq elementləri yoxdur.
Ortaq element olmadığına görə elə bütün bu elementlər olanın birləşməsi olacaq. Bizdən sayın istəyirik. Sayın buradan götürüb yazmaq olar. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 də olacaq. 29-dan B bəndi. 30-cu sualda NA 7-dir, MB 4-dür. A kəsişir B çoxluğunun ən çoxu neçə elementi ola bilər? Ən çoxundan söhbət gedirsə A, B çoxluğu. Mən onda bu kiçik çoxluğu, yəni MB-ni ortaya yazmalıyam. Bura 4 yazıram. NA 7-dirsə bu tərəfə 3 yazaram. Məndən ən çoxunu istəyirəm kəsişməni. Ona görə bunu belə elədim. Yəni onsuz da bu ortada olan element 4 element. Həm A-ya aiddir. 4 yəni sayı. Həm A-ya aiddir, həm də B-yə aiddir. Ən çox olacaq deməli 4. 30-dan A bəndi. 31-ci sual. A kəsişir B çoxluğun ən çoxu neçə element ola bilər? Yenə də bayaq kimidir. Bura A yazım, bura B yazım. Ən çoxunu istəyir məndən. Biz bura 5 yazaram. A'nın sayına qalar 4. Ən çox olacaq 5 elementi ola bilər. 31-də E bəndi. 32-ci sualda çoxluğunun elementlərindən rəqəmləri təkrarlanmayan neçə müxtəlif iki rəqəmli ədəd yazmaq olar? 34 ola bilər, 35 ola bilər, sonra 45 ola bilər, 43 ola bilər, 53 və 54. 6 ədəd. Cavab olacaq 32-də A bəndi. 33-də. Riyaziyyat və fizika dərnəyinə yazılan 275 şagirddən 229 riyaziyyat, 191 isə fizika dərnəyinə yazılıb. Neçə şagird hər iki dərnəyə yazılıb. Burada təsəvvür edin ki, bizə bax bu belə verib. N riyaziyyat verib 229, N fizika verib 191. Bunların birləşməsi verib N. A birləşir B verib 275. Bizdən A kəsişir B-ni istəyir. Bax bunu istəyir. Mən burada AB yazdım. Riyaziyyat fizika. Riyaziyyat fizika. Burada da riyaziyyat fizika. Çünki buna F ilə işarə etdim də. Deməli, NR verib 229, NF verib 191, birləşməsi 275 kəsişməsini istəyir. Bu tipli misallarda biz Euler Venn diaqramı ilə də yaza bilərik və yaxud da hər iki çoxluğunu buradakı düsturdan istifadə edə bilərik. Bu ikisini toplayaraq çıxarıq 275-i. Yerdə hər iki dərnəyə yazılanlar, yəni bunun cavabı alınacaq. 229 üzərinə gəlir 191, eləyir 420. Həmin bu 420-dən də çıxarıq 275, yəni birləşməni. Bu da eləyəcək 145. Deməli, kəsişmə olacaq, hər iki dərnəyə yazılanlar yəni olacaq 145. A bəndə 33-də. 34-də də eynən buna oxşardı. Burada da riyaziyyatla fizikanı toplayaraq çıxarıq birləşməni 270-ə. 229 üzərinə gəlir 191. Başqa, o birisi misal yazdım. 240 üzərinə gəlir 190. 430. Həmin bu 430-dan da 270, yəni birləşməni çıxarıq. Bu da eləyəcək 160. Cavab 34-də A bəndə. 35-ci sualda. Çoxluqları üçün doğru münasibəti göstərin. Burada deməli, hamısını bir-bir yoxlamaq lazımdır. Məsələn, B bəndinə baxaq. B ilə C-nin kəsişməsi. B ilə C, A deyir, alt çoxluqdur. B ilə C-nin kəsişməsi. Bu ola bilməz. Çünki hər ikisində 3 var. B ilə C-nin kəsişməsində. Yəni, oradan bilirəm ki, B ilə C-nin kəsişməsində 3 iştirak edir. Amma A-da 3 yoxdur. Ola bilməz. Və yaxud da D bəndinə baxaq. B A ilə birləşməsi C deyir, onun alt çoxluğudur. 4, 7, B-nin A ilə birləşməsi 4, 7, 8 ola bilməz. Çünki C-nin içərisində 6 iştirak edir. 6 bu birləşmədə iştirak etməyəcək. Bu da olmaz.
Sonra A bəndinə baxaq. C-dən A-nı çıxıblar. C-dən A-nı çıxıblar. B həmin çoxluğun alt çoxluğudur. Bu da ola bilməz. Çünki C-dən A-nı çıxanda 6 alınır burada məsələn. Və yaxud da 15 alınır C-dən A-nı çıxanda. B-də isə, B çoxluğunda isə həmin o 6 ilə 15 iştirak etmir. Ona görə B-nin alt çoxluğu olmaz. C bəndi. C-dən B-ni çıxanda cavab burada C bəndi olmalıdır. Ona görə açıqlamasını yazaq, açıq formada yazaq. C-dən B-ni çıxanda yerdə qalır 4, 6, 7. C çıxılsın B. 4, 6, 7, 8, 15 qalır yerdə. Deyir ki, A çoxluğu bunun alt çoxluğudur. A çoxluğudur. C çıxılsın B-nin. Bəli, doğrudan da elədir. Çünki A çoxluğunda 4, 7, 8 iştirak eləyir. Və burada da baxın 4, 7, 8 var. Deməli, A ilə bu çıxmanın C çıxılsın B-nin alt çoxluğu olacaq. Cavab 35-də C-dir. Eyni də müzakirə eləyək. A ilə C-nin kəsişməsi. A ilə C-nin kəsişməsində nə iştirak eləyəcək? 7, 8, 4 iştirak eləyəcək. B deyir ki, onun alt çoxluğudur. Amma ola bilməz. Çünki 4, 7, 8 heç burada yerləşmir. Ona görə alt çoxluq olunur. 36-cı sualda deyir, doğru münasibəti göstərin. Burada da yenə alt çoxluqlardan söhbət gedir. Cavab burada D bəndidir. Baxan kimi görsənir. K M-in alt çoxluğudur. K-da 29, 49 iştirak edir. Burada da 29, 49 iştirak edir. Yəni onun alt çoxluğu olacaq. 37-ci sualda təkliflərdə neçəsi doğru deyil? Elementi olmayan çoxluq boş çoxluq adlanır. Bəli, düzdür. Bir düz. Sonlu çoxluğun elementlərinin sayı sonludur. Düzdür. Natural ədədlər çoxluğu sonlu çoxluqdur. Xeyr, bu səhvdir. Natural ədədlər çoxluğu sonsuz çoxluqdur. A çoxluğunun hər bir elementi həm də B çoxluğuna daxildirsə, B-yə A-nın alt çoxluğu deyilir. Xeyr, A çoxluğunun hər bir elementi həm də B-yə daxildirsə, A-ya B-nin alt çoxluğu deyilərdi. Burada tərsə yazıblar yerin. Bu da səhvdir. İki çoxluğun ortaq elementlərindən təşkil olunmuş çoxluğa bu çoxluğun kəsişməsidir. Bu da düzdür. Deməli, səhv olan hansı oldu? Dördüncü, bir də üçüncü. İki dənəsi səhv oldu. Cavab olacaq 37-də B bəndi. 38-ci sualda təkliflərdən neçəsi doğrudur? Bir elementi olan çoxluq boş çoxluq adlanır. Xeyr, elementi olmayan çoxluq boş çoxluqdur. Bu səhv. Cüt ədədlər çoxluğu sonludur. Xeyr, bütün ədədlər çoxluğu sonsuzdur. Bu da səhv. Tək ədədlər çoxluğu sonsuzdur. Bəli, bu düz. Natural ədədlər çoxluğu sonludur. Xeyr, sonsuzdur. İstənilən A çoxluğu ilə boş çoxluğun kəsişməsi A çoxluğudur. Xeyr. İstənilən A çoxluğu ilə boş çoxluğun kəsişməsi ilə boş çoxluğu verir. Deməli, burada cavab bir dənə doğru oldu. Ona görə C bəndi. Doğru olan da hansıydı? Üçüncü doğru oldu. 39-cu sualda M ilə N-in birləşməsini istəyir. Amma burada say istəyəcək bizdən. 47, 48, 49, 50, 51. N elementlərini yazdım. İndi M-dən olanlar. 50, 51-i yazmayacağım. Bu 4 dənəni yazacağım. Çünki bunlar iştirak etmirlər. Yəni M-də iştirak etmədiklərinə görə yazdım. İndi bu çoxluqdan nəyə çıxmalıyam? Çıxılsın. K çoxluğun 53, 54, 55, 56, 57. Çıxmanı da nə formada götürürdü? Əgər birincidən çıxıramsa, birincidə olub, ikincidə olmayanlar. Bu hansıdır? 47-dir, 48-dir, 49-dur, 50-dir, 51-dir, 52-dir. 53, 54, 55-i yazmayacağım. Çünki 53, 54, 55 burada da var. Bunu bizdən sayını istəyir. N də bərabərdir. 1, 2, 3, 4, 5, 6. Cavab olacaq 39-da E bəndə. 40-cı sualda çoxluqların kəsişməsinin elementlərinin sayını istəyir. Kəsişməni tapaq. 17 yox, 27 yox, 37, 47, 37 və 47. Başqa da eyni olan yoxdur. Kəsişmənin sayı da bərabər olacaq 2. 40-da A bəndə. 41-ci sual.
A ilə 13-ün bölənləri çoxluğu, B ilə 15-dən kiçik sadə ədədlər çoxluğu işarə edilmişdir. 13-ün bölənləri çoxluğunu yazaq. 1, 2, 3, 4, 6, 12. B ilə isə 15-dən kiçik sadə ədədlər 2, 3, 5, 7, 11, 13. A ilə B-nin kəsişməsinin elementlərinin sayını istəyir. Kəsişmə 2 olacaq, 3 olacaq. Başqa da yoxdur. 2, 3. Say oldu 2. 41-də B bəndi. 42-ci sualda. M ilə N-in birləşməsi, bütöv hamısını götürmək lazımdır. Bütöv hamısını. Çıxılsın M ilə N-in kəsişməsi. M ilə N-in kəsişməsi bax bu orta hissədir. İndi biz burada bütöv hamısından sadəcə bu ortadakını çıxsaq, yəni bütöv kəsişmədən, daha doğrusu bütöv birləşmədən sadəcə bu ortadakını çıxsaq, yerdə hansı ədədlər qalacaq? Bax, bunlar qalacaq. 8, 21, 5, 11 və bu hissə qalacaq. 7, 1, 17, 13, 19, 2. Bu sayını istəyir bizdən tapmağa. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Cavab olacaq 10 ədəd. Bir də təkrarlayıram. Birləşmə bütöv hamısını təşkil edir. Həm də burada ayrı-ayrı yazmadım. Kəsişmə isə sadəcə bu hissəni təşkil edir. Həmin bu birləşmədən kəsişməni çıxmaq. Yəni birləşmədə olub kəsişmədə olmayanlar sadəcə bu ortadakılarını yazmayacağım. Qalan ədədlərin hamısını yazmaq lazımdır. 43-də. B çıxılsın A fərqini tapın. B-də olub A-da olmayanlar. A hər ikisində var, B hər ikisində var. C-dir, D-dir, bir də E-dir. 3 ədəd. Sayı istəyir bizdən n bərabərdir 3. 43-də E bəndi. 44-cü sualda. B ilə C-nin kəsişməsi A çoxluğu 3, 6, 7, 8, 9, 10 yazıram. Çıxılsın. B ilə C-nin kəsişməsini yazaq. 1 yox, 4 yox, 6 yox, 8 yox, 9 yox, 10. Əslində burada boş çoxluqdur. Yəni B ilə C-nin kəsişməsi yoxdur. Ona görə də bu çoxluqdan boş çoxluğu çıxanda elə çoxluğun özü qalacaq. Onda say olacaq 2, 4, 6. 44-də E bəndi. M çoxluğu 90 ədədinin bölənləri çoxluğu varsa, aşağıdakı münasibətlərdən hansı doğrudur? 90 ədədinin bölənləri çoxluğu deyirsə, hansı doğrudur? E bəndi doğru olacaqdır. 45 bunun böləni çoxluğudur. Çünki 90 45-ə bölünür. Bu da daxildir həmin çoxluğa. Məsələn 20 90-ın böləni deyil. 15 90-ın böləni də amma burada daxil deyil yazıblar. Ona görə səhvdir. 30 90-ın böləni də amma daxil deyil yazıblar. Səhvdir. 12 90-ın böləni deyil, daxil yazıblar. Bu da səhvdir. Ona görə 45-də olacaq. E bəndi. 46-da. M çoxluğu 54 ədədinin bölənləri çoxluğu olarsa, aşağıdakı münasibətlərdən hansı doğrudur? Bölənləri çoxluğu deyir. Hansı doğrudur? Bu. 18 daxildir M çoxluğuna. Çünki 18 54-ə bölünür. 12 daxil deyil. Daxil yazıblar. 27 daxildir, amma daxil deyil götürüblər. 9 daxil deyil götürüblər. 14 daxil deyil, daxil götürüblər. Ona görə 46 olacaq C bəndi. 47-ci sualda A ilə B-nin birləşməsi ilə A ilə C-nin kəsişməsinin elementlərinin sayının cəmini istəyir. Birləşməni də yazaq, ayrı-ayrı kəsişməni də yazaq. -12, -5, -2, 4, 9. -12-ni yazmayacağım, 4, 9-u yazmayacağım, 11-i yazacağım. Bu oldu birləşmə. Kəsişmə isə ortaqları yazmalıyıq. -12, 4 və 9. Bunun elementlərinin sayı 2, 4, 6 ədəddir. Bunun elementlərinin sayı 3 ədəddir.
6 və 3 toplayanda da cavab edəcək 9. Limitlərin cəmini istəyirdi bizdən. Sayın yəni. Sayının cəmi. 47-də oldu. E bəndə. 48-ci sual. İştiraklanmış hissə ifadələrdən hansı iştiraklanmış hissəni ifadə edir? Bu hissə bizə nəyi bildirir? Bu hissə bildirir ki, A çıxılsın B. A-dan yəni B-ni çıxıblar. Baxın, A-da olub, B-də olmayan elementlər. A çıxılsın B. Bu hissə. Bu hissə isə B ilə C-yə aid olan hissədir və ortaqları götürüblər. Ortaq nə deməkdir? Yəni kəsişmə deməkdir. Ona görə uyğun gəlir B bəndinə. A-dan B-ni çıxmaq birləşir B ilə C-nin kəsişməsi. 48 oldu B bəndi. 49-cu sualda A ilə B ortağı. Yəni bu hissə həm A-ya aiddir, həm də B-yə aiddir. Deməli kəsişmə. A ilə B-nin kəsişməsi. Bəs bu hissə nəyi bildirir? B ilə C-nin ortağıdır. Kəsişmə yəni. Birləşir B ilə C-nin kəsişməsi. 49-da A ilə B-nin kəsişməsi ilə B ilə C-nin kəsişməsinin birləşməsini götürüblər. 50-ci sualda A ilə B-nin birləşməsi kəsişir, A çıxılsın B-ni tapmaq lazımdır. A ilə B-nin birləşməsini tapaq əvvəl. Bu bizə nə verir? 1, 2, 3, 4, 5, 0. 1, 2-ni götürmürəm, 6, 7-ni götürəcəm. Bu oldu A ilə B-nin birləşməsi. Sonra A çıxılsın B-də. A-da olub B-də olmayanlar. 1, yox 1 hər ikisində var. 2 də hər ikisində var. 3, 4, 5. Bu da bildirdi A çıxılsın B-ni. Sonra deyir ki, bu ikisinin kəsişməsini tap. İkisinin kəsişməsi ortaqları götürmək lazımdır. 3, 4, 5. 3, 4, 5 olacaq. Cavab oldu 50-də B bəndə. 51-ci sualda A ilə B-nin kəsişməsi A kəsişir B bərabərdir. 2 yox, 3 yox, 4, 5, 6. Hər ikisində 4, 5, 6 var. A çıxılsın B. A-da olub B-də olmayanlar. 2, 3, 2, 3 deyiləm. Çünki 4, 5, 6 ortaqdır. Bunların birləşməsini istəyir. Bunların birləşməsi nə olacaq? 2, 3, 4, 5, 6. Yəni hamısını bir yerdə götürmək lazımdır. Cavab olacaq 51-də B bəndə. 52-ci sualda N-A çıxılsın B ilə N-B çıxılsın A-nın cəmini istəyir. Saylarının yəni cəmini istəyir. A-da olub B-də olmayan elementlər hansılardır? Mənfi 4 yox. Mənfi 1. 1 yox. 4. 7 də yox. Sonra B çıxısına B-də olub A-da olmayanlar. Mənfi 4 hər ikisində var. 1 hər ikisində var. 7 hər ikisində var. 10. Bu da oldu 10. Bax, bunun sayı 2-dir, bunun sayısı 1-dir. Toplayanda deyəcək 3. Cavab 52-də E bəndə. 53-cü sualda. Təkliflərdən hansı doğru deyil? Bu, yer dəyişmə xassəsini tətbiq ediblər. Yer dəyişmə yox, qruplaşdırma xassəsini tətbiq ediblər. Yəni A ilə B-ni qruplaşdırıblar, C-ni ayrı, B ilə C-ni qruplaşdırıblar, A-nı ayrı. Cavab eyni olacaq. Ona görə bu doğrudur. B-də B ilə B-nin kəsişməsi ilə B-ni verir. Bu da doğrudur. Sonra C-də A ilə B-nin kəsişməsi ilə onu A ilə birləşdirəndə elə A-nın alt çoxluğu alınacaq. Bu da doğrudur. D bəndində A və B çoxluğu üçün birləşməni götürüb yazıblar A-nın alt çoxluğu. Xeyr. Bu birləşmədə daha geniş çoxluq alına bilər. Daha geniş çoxluq heç vaxt özündən kiçik çoxluğun alt çoxluğu ola bilməz. Ona görə D bəndi səhvdir. E bəndi aynen elə oxşardır. Yəni qruplaşdırmanı tətbiq ediblər. A-nı bir dəfə ayrı yazıblar, B ilə C-ni qruplaşdırıblar, sonra C-ni aynı, A ilə B-ni qruplaşdırıblar. Bu da doğrudur. Doğru olmayan oldu 53-də D bəndi.
54-cü sualda. N A çıxılsın C birləşir, N C çıxılsın B-ni tapın. A-da olub C-də olmayan elementlər hansılardır? Əvvəl A çıxılsın C-ni tapaq. A-da olub C-də olmayanlar. C, K, 2. C, K. Sonra C çıxılsın B bəs nəyə bərabər? C-də olub B-də olmayanlar. C-də olub B-də olmayanlar. N-dir. Bir də təkcə bir dənə N-dir. Çünki burada A, M, B-yə aiddir, B də B-yə aiddir. Təkcə N-dir. İndi bunun birləşməsinin sayını istəyir. Birləşmə ilə olacaq 2, C, K, bir də N. Say isə nə olacaq? 4 ədəd. Bu da 54-də uyğun gəlir D bəndinə. Elli beşinci sual. A ilə bərabəsini, B ilə isə bu bərabəsini həllər çoxluğu işarə olmuşdur. Aşağıdakilərdən hansı kəsişməni bildirir? Baxın, A -3 ilə 18 arasında yerləşir. B isə -5 ilə 13 arasında yerləşir. Kəsişməni deyir tapan. Bunu bu formada da yazmaq olar və yaxud da bunu ilə özündən də götürmək. İkisini də izah edəcəm. 13, tutaq ki 18 burada yerləşir. -3, -5 belə burada yerləşir. -3 ilə 18 aralığı bu aralıqda ştrixlə göstərsək. -5 ilə 13 aralığı bu aralıq. Hər ikisinin kəsişməsi, yəni ştrixlərin ortaq olduğu hissə bu hissədir. Bu da nəyə uyğun gəlir? -3 ilə 13-ə. -3, 13. -3 də daxildir, 13 daxil deyil. Ayub bizdən nə istəyirdi burada? Kəsməni istəyirdi, amma belə bir cavab uyğun gəlmədi. Yəni cavab C bəndi var, amma C bəndi daxil götürüblər. Ona görə biz burada D-ni götürə bilərik. Çünki alt çoxluğunu istəyir də. Bu həm də nəyə ekvivalentdir? -2 ilə 12 çoxluğuna. Ekvivalent yox, daha doğrusu alt çoxluğudur deyir. Aşağıdakıların hansı A kəsişir B-nin kəsişməsi oldu bu. Və -12 ilə 12 bunun alt çoxluğu olacaq. Çünki -12 ilə 12 bu çoxluğun bu elementlərin içərisinə daxildir. Burada olan elementlərin içərisinə daxildir. 55-də olacaq D bəndi. 56-cı sualda A-nın B ilə birləşməsi çıxılsın B-nin C ilə kəsişməsini istəyir. A salatı, B salatı. A birləşir B. Birləşmədə hamısını götürmək lazımdır. Kök, mayonez, yumurta, soğundur. Kartofu da kartofu yazdım ki, yamışçılar fərqlənsin. B ilə C-nin kəsişməsində isə İkisinin ortaqları götürmək lazımdır. Ortaq nədir? Yumurtadır bir dənə. Yox. İndi deyir ki, bu çoxluqdan birləşmədən kəsişməni çıxanda çoxluğun elementi deyil, aşağıda verilənlərdən hansı? Bunun çıxanda yerdə nə qalacaq? Yəni, bu çoxluqdan, birləşmədən bu kəsişməni çıxanda kök, mayonez, yumurta hər ikisində var olmaz, soğundur və kartof. Bu qalacaq. İndi baxaq variantlara. Deyir, deyil. Mayonez var, soğundur var. Baxın, burada iştirak edir. Kök də var, kartof da var, yumurta. Deməli, cavab olacaq 56-da B bəndi. 57. NA 4-dür, NB 6-dır. A kəsişmə B boş çoxluq deyil. Yəni, bunları kəsişirlər. Olarsa A birləşir B ən çoxu neçə ola bilər? Bax, belə yazaq. A, B. Ən çoxu deyir. Ən çoxu deyirsən, mən buradakı sayı, oradakı sayı kəsişməni ən az götürməliyəm. Ən az da 1 götürə bilərəm. Çünki birdən az götürsəm, birdən az sayı olmur da, az götürsəm kəsişməz. Yəni 0 olsa kəsişməz. Amma burada deyir ki, kəsişməsi boş çoxluq deyil.
NA 4-dür. Deməli, bura 3 qalacaq. MB 6-dır, bura 5 qalacaq. Bunda birləşmə nə olacaq? 3 üzərinə gəl 1, üzərinə gəl 5. Bu da eləyəcək 9. Birləşməsinin ən çox sayı 9 ola bilər. 57-də B bəndi. 58-də. Qrupdakı tələbələrdən hər biri ingilis və ya fransız dilini bilir. İngilis dilini bilən bütün tələbələrin 80%, fransız dilini 70% bilirsə, hər iki dili bütün tələbələrin 0% bilir. Hər iki dildən söhbət gedir. Bütün tələbələr ümumiyyətlə 100%dir. Burada 100% sözü olmasa da, yəni biz bunu bilirik ki, bütün tələbələr 100% təşkil edir. 70 ilə 80-i toplayaram 150. Çoxluqların öz sayıları, kəsməsi, birləşməsi olan əlaqəsindən istifadə edəcəm. 150%-dir. 150%-dən də mən çıxaram 100%-i, 50% olar hər ikisini öyrənənlər. Çünki 100% bütün tələbələri təşkil edir. 70 ilə 80 nə üçün topladım? Çünki bilmirəm onların içərisində ortaq nə qədərdir. Həmin ortaqda bax buradan çıxacaq ortaya ki 150-dən 100 çıxanda 50% alınır. 58-də oldu A bəndə. 59-cu sualda NA 13-dür, MB 19-dur, AB'nin ad çoxluğudur. AB'nin ad çoxluğu olarsa, onda 59-cu sualda əgər AB'nin ad çoxluğu olarsa, onda A-nın elementləri B-nin içərisində daxildir. Birləşmə onda bizə nə verəcək? A ilə B-nin birləşməsi ilə bizə B çoxluğu verəcək. Həmin bu B çoxluğundan da A çoxluğunu çıxmaq lazımdır. B-nin elementləri nə qədərdir? 19. A-nın elementləri 13. Sayın istəyirdi, çünki burada bizdən. Bu da bərabər eləyəcək 6. Cavab C bəndi. 60-da ABC çoxluqları verilmişdir. A çoxluğu ilə 10 ilə 110 arasında yerləşən 4-ə bölünən, B çoxluğu 4 ilə 100 arasında yerləşən 6-ya bölünən, C çoxluğu isə 1 və 121 arasında yerləşən 2-yə bölünən natural ədədlərdən təşkil olunmuşdur. Ədədlərdən hansı ştrixlənmiş hissənin elementidir? Ştrixlənmiş hissə, bax bu hissələrdən söhbət gedir. Ştrixlənmiş hissə bilirsiniz nə deməkdir? Yəni biz burada nəyi tapacaq? Burada verilən 3 şərtə, yəni daxil olmayan elementi tapmalıyıq. Baxın, məsələn, 48-i götürə bilmərəm. Çünki 48, məsələn, 4-ə bölünəcək. 48 A-ya aid olur, bura aid olur. Sonra 66-nı götürə bilmərəm. 66 6-ya bölünəndir. B-yə aid olacaq, bura aid olacaq. 96 həm 4-ə bölünür, həm də 6-ya bölünür. Yəni, A ilə B-nin kəsişməsi, bax, bura aid olur. Bunu da götürə bilmərəm. 52 4-ə bölünür. 4-ə bölünən çoxluqdur. Yəni, bura aid olur. Yerdə hansı qaldı? 74. 74 də 1 və 121 arasında yerləşən 2-yə bölünən ədəddir. Bəli, 1 ilə 121 arasında yerləşən 2-yə bölünür. Amma nə A-ya da aid olur, nə də B-yə aid olur. Ona görə cavab burada olacaq 74. B bəndi. 61. A və B çoxluqları üçün NA çıxılsın B 5-dir. Bura A, bura B yazaq. Kəsişmə 4-dür, bura 4 yazacağım. A çıxılsın B, A-da olub, B-də olmayanlardır. Bura 5. B çıxılsın A, B-də olub, A-da olmayanlardır. Bura 7. Bizdən N, A birləşir B-ni istəyir. 5, 4, 7. Bunları toplamaq lazımdır. Bu da eləyəcək 16. 61-də cavab 16 açıq sualdır bu. Keçək 62-ci suala. A, B çoxluğu yazaq. A, B. A çıxılsın B 8-dir. Yəni bu hissə 8 olmalıdır. Kəsişməsi 3-dür. Bura 3 yazacağım. B çıxılsın adı 11-dir. Yenə məndən burada N, A birləşir B-ni istəyir. Bunu tapmaq üçün hamısını bir yerdə cəmləməliyəm. 8, 3, 11 topladıqda cavab eləyəcək 22. 63. A çıxılsın B çoxluğu kəsişir C çoxluğundan sayını istəyir bizdən. A çıxılsın B-ni tapmaq lazımdır. A-da olub, B-də olmayanlar. Bunlar hansılardır? 3,
Sonra 6 hər ikisində var, 7, 8 hər ikisində var, 9 hər ikisində var, bir də 10. Baxın, indi biz bu çoxluqla C-ni kəsişdirməliyik. 3, 7, 10-dan C elementlərini də buraya yazıram. 2, 3, 7, 10, 12. Hər ikisində olan 3-dür. 3, 7, 10. Hər ikisində bu 3, 7, 10 var. Deməli, kəsişməsi oldu 3, 7, 10. Bizdən də bunun sayını istəyirdi. Say da olacaq 3. Cavab 63-də 3. 64-cü sualda A çıxılsın C. A-da olub C-də olmayanlar. 3 hər ikisində var, 6. 7 hər ikisində var, 8 yazacağım, 9 yazacağım, 10 da hər ikisində var. İndi bu çoxluğun B-ilə kəsişməsi. 6 hər ikisində var, 8 hər ikisində var, 9 da hər ikisində var. Demək, kəsişmə də olacaq 6, 8, 9. Sayın istəyir bizdən, n bərabərdir 3. 65-ci sual. A ilə B-nin 65. A ilə B-nin kəsişməsini tapmaq lazımdır burada. A ilə B. Hər ikisində olanlar. Kəsişməni yazıram. Hər ikisində olanlar 3 yox, 6, 8, 9, 10. 6, 8, 9, 10. İndi C çoxluğundan bu kəsişməni çıxmaq lazımdır. C çoxluğunda olub bu kəsişmədə, yəni 6, 8, 9, 10 olmayan ədədləri seçəcəm. 2-dir, 3-dür, 7-dir, 10 var, 12. Bunda sayını istəyir bizdən. Say da bərabər də olacaq 4. 67. A çoxluğun elementlərinin sayı 8. Deyək, 66-ını yazaq, sonra 67-yə keçək. 66-da A ilə B-nin birləşməsini istəyir. Əvvəl A-nın elementlərinin hamısını yazaq. 8, 9, 10. Sonra B-nin elementlərindən 1 yazmayacağım. 1 yazacağım daha doğrusu, 1 yoxdur. Burada 4-ü yazacağım. 6, 8, 9, 10-u. 6, 8, 9 yazmayacağım, 11 yazacağım. Bu çoxluqdan C-ni çıxmaq lazımdır. C çoxluğunu çıxmaq lazımdır. Bu çoxluqda olub C-də olmayanlar. 3 var. 7 var. 6 yoxdur. 10 var. 8 yoxdur. 9 da yoxdur. Sonra 1 də yoxdur. 4. Və 11. Bax, bu elementlər yoxdur. Bundan C çoxluğunu çıxanda bu elementlər qalır. 6, 8, 9, 1, 4, 11. Bunda sayını istəyir bizdən. Say da bərabər olacaq 6-ya. Digər suala baxaq. 67. A çoxluğun elementlərinin sayı 8, B çoxluğun elementlərinin sayı 3 olarsa, NA bərabər 8-ə, MB bərabərdir 3. A kəsişir B çoxluğunun elementlərinin sayını mümkün olan qiymətlərin ən böyüklə ən kiçiyinin cəmini istəyir bizdən burada tapmağı. Ən böyüyü belə ola bilər ki, kəsişməni istəyir axı. Bura B-yə 3 yazaram, bura 5 yazaram. Çünki kəsişmə 3 orada yazsam, bu 3 həm B-yə aid olur, həm də A-ya aid olur. 3 ilə 5 toplayında buradakı 8 alınır. Deməli, ən böyük qiyməti 3-dür. İkinci halda isə ən kiçik qiyməti 0 götürərəm. Yəni, birinci halda bunlar kəsişərlər. Ən böyük qiyməti 3 olar. İkinci halda bunlar kəsişməzlər. Kəsişməyəndə də ən kiçik qiymət olur 0. Toplayanda da bizə verəcək 3. 67 oldu 3. 68-ci sual. A çoxluğunun A ilə 20-nin natural bölənləri çoxluğu B ilə 18-dən kiçik sadə ədədlər çoxluğu işarə edilmişdir. Yazaq. Natural bölənləri 20-nin natural böləni 1, 2, 4, 5, 10 və 20 olacaq. B çoxluğu isə 18-dən kiçik sadə ədədlər olacaq. 2, 3, 5, 7, 11, 11,13. Sonra
15, 17. Bunlar olacaqlar. Bizdən nə istəyir? A-dan B-ni çıxmaq. A-dan B-ni çıxanda yerdə nə qalır? 1, 4, 5 var hər ikisində, 10, 20. Bunun sayı oldu 4. B-dən A-nı çıxanda yerdə nə qalır? 2 hər ikisində var, 3, 5 var hər ikisində, 7, 11, 13, 17. Bunu da çıxanda yerdə 5 dənə element oldu. Və bizdən bunun elementlərin cəmini istəyir, saylarının cəmini istəyir. 4 ilə 5-i toplayacağım, bu da eləyəcək 9. 69-cu sualda B-nin C-nin birləşməsini istəyir. B-nin elementlərini yazaq. 1, 4, 6, 8, 9, 11. Bunu C ilə birləşdirəndə yanına 2 yazaram, 3 yazaram, 7 yazaram. 10, 12 hamısı yazıldı. Bu birləşmədən çıxmaq lazımdır A çoxluğun. A çoxluğun elementləri 3, 6, 7. Baxaq görə hansı burada varsa olan üstündən xətt çəkəcəm, qalanları yazacağım. 3 var, 6 var, 7 var, 8 var, 9 var, 10 da var. Deməli, bu elementdən A çoxluğunu çıxsam, yerdə qalar 1, 4, 11, 2, bir də 12. Baxın, bu elementlər qalar. Bunun da bizdən sayını istəyir. Bu da bərabər olar. 1, 2, 3, 4, 5. 5 ədəd element qaldı yerdə. 7-ci suala baxaq. ABC çoxluqları üçün NA 25-dir, MB 80-dir, NC 150-dir. A B-nin alt çoxluğudur, B də C-nin alt çoxluğudur. Bunu necə tapacaq? Əgər A B-nin alt çoxluğu olarsa, onda bunların kəsişməsi A-ya bərabər olar, yəni kiçiyə bərabər olar. BC-nin alt çoxluğudur, onda bunların birləşməsi daha böyüyə, yəni C-yə bərabər olar, 150-yə. 25 ilə də 150-nin toplayında cavab eləyəcək 175. 71-ci sualda məktəbin 1500 şagirdindən 1100 ingilis dilini, 870 alman dilini öyrənir, 75 isə bu dillərin heç birini öyrənmir. Neçə şagird hər iki dili öyrənir? Mən əvvəl 1500-dən çıxaram 75-i, taparam ki, yəni 75-i axı heç birini öyrənmir. Taparam nə qədər şagird hər iki dildən öyrənir? 1425-i. Deməli, bu 1425-in içərisində həm 1100 var, həm də 870 var. Yəni, ortağı tapmaq lazımdır ki, hər iki dili öyrənəni tapmış olun. 1100-ü 870 ilə toplayaram. Eləyər 1970. Həmin bu 1970-dən də çıxaram 1425-i. Yəni, 1970-in içərisində ortaqlar var ki, ayrı-ayrılıqda hər biri 1425 verib. Bunu çıxanda da bizə verəcək 545. Yəni, N, A kəsişir B-nin sayı 545 oldu. 72-də. A və B sonlu çoxluq üçün NA bərabərdir 3MB. Çoxluğu, B çoxluğu göstərək. A ilə B-nin kəsişməsi 4-dür. Bura 4 yazmaq lazımdır. A-dan B-ni çıxanda 26 qalır. Bir dəqiqə. 72-yə baxıram, 73-ə baxıram səhvən. 72-də A ilə B-nin kəsməsi 2-dir. Bura 2 yazıram. A-dan B-ni çıxanda 10 qalır. Yəni təkcə bu hissəyə 10 düşür. Digər tərəfdən də NA bərabərdir 3N B-yə. Bəs MB-nin elementləri onda nəyə bərabər olar? NA-nı bölmək lazımdır 3-ə. NA da elementləri 10 üstə gəlir 2, 12-dir. 12-ni 3-ə böləndə 4. MB-nin elementləri 4-dürsə, bütövi 4-dürsə, bir hissəsini 2 yazmışam axı, bura onda 2 yazılacaq. Bizdən NA birləşir B-ni istəyir. Bu da bərabərdir. 10, 2 və 2-ni toplamaq lazımdır. Cavab eləyəcək 14 birləşmə. 73-cü suala baxaq. Oxşar sualdır bu da. A çoxluğu, B çoxluğu yazaq. Burada kəsişmə 4-dür, ortaya 4 yazaram. A çıxılsın B 26-dır, yəni təkcə A olan hissəyə 26 düşür. NA bərabərdir 5MB. Onda MB-nin özü nəyə bərabər olar? NA-nı 5-ə bölməyə bərabər olar. 20 ilə NA-nın elementləri cəmi 26 və 4-ün cəmi də 30 bölünsün 5, 6. Bütöv bura 6-dır. Bunun bir hissəsi 4-dürsə, bura 2 qalır. İndi yazıram N, A birləşir B bərabərdir. 26 üzərinə gəl, 4 üzərinə gəl 2. Bu da eləyəcək 32. Digər suala baxaq.
74-cü sualda A ve B çoxluğundan elementlərinin sayı uyğun olaraq 4 və 5-dir. Təkrar sualda yenə də A, B. NA 4-dür, N, B 5-dir. Çəkişmə ən çoxu 4 ola bilər. Çünki bura mən 4 yazsam, A oldu 4, NB 5-dirsə burada 1 qalacaq. Çəkişmə də ən çox olacaq 4. 75-ci sual. Çəkişməsinin ən çoxu neçə elementi ola bilər? Yəni də bunu Venn diaqramı ilə göstərim. A, B. NA elementləri 2-dir, NB-nin elementləri NB isə 5-dir. 2-dirsə bura 2 yazaram. B-yə ümumilikdə burada 3 yazaram ki, ümumilikdə 5 olsun. Ən çoxu neçə elementi? 2 elementi ola bilər. Çəkişməsinin ən böyük çoxu 2 elementi olar. 76-ya baxaq. NA 3-dür, NB 8-dir. A çıxılsın B çoxluğunda ən çoxu neçə element olar? A çıxılsın B, bizdən buradan sayı soruşur. A çıxılsın B elementləri, yəni A-da olub B-də olmayan elementlərdən söhbət gedir. 3 ola bilər ən çoxu. Çünki həm A-nın elementləri fərqli ola bilər, B-nin elementləri də, yəni A ilə B-nin ortaq elementləri olmaya bilər ki, onda ən çox olsun çıxma. Əgər bunların ortaq elementi yoxdursa, onda A-dan B-nin çıxanda elə A-nın öz elementləri qalacaq. Sayı olacaq 3. 77-də A-nın elementlərini yazaq. 1, 2 tamlardan söhbət gedir. 1, 2, 3, 4 olacaq. B-nin elementləri olacaq. -2, -1, 0, 1. 2 daxil deyil. C-nin elementləri isə olacaq. 1 daxil, 2, 3. İndi A-dan B-ni çıxmaqdan C-ni birləşdirmək lazımdır. A-dan B-ni çıxanda görək nə qalır yerdə. A-da olub B-də olmayanlar 1 hər ikisində var. 2 yoxdur, 3, 4. İndi bunu da mən C ilə birləşdirməliyəm. 2, 3, 4-ü elə bir ki, 1, 2, 3 ilə birləşdirəcəm. O birləşmə də mənə verəcək 1, 2, 3, 4. Bunun sayını istəyir. Say da burada olacaq 4 ədəd. Sonra keçək 78-ci suala. 200-dən kiçik bütün natural ədədlərdən 6-ya bölünənlər çoxluğunu A, 9-a bölünənlər çoxluğunu B təşkil edərsə, NA çıxılsın B-ni tapın. Buradan belə göstərək. 6-ya bölünənlər belə olacaq. 6, 6, 6 artır da 18. Sonra olacaq 24 və s. Lap axırıncı ədəd 198 olacaq. B-nin elementləri isə 9-a bölünənlər. 9-a bölünənlərdə hansılardır? 9, 18, 27, 36 məsələn. Lap axırıncısı da burada da yenə 198 olacaq. İndi bizə deyir ki, A çıxılsın B. A-da olub B-də olmayanlardan söhbət gedir. N, A çıxılsın B. A-da olub B-də olmayanlar. Bax, mən o A-da olub B-də olmayan necə taparam? Əvvəl bunların ortağını taparam. Ortaqlar hansılar olar? Kəsişmə yəni. Həm 6-ya, həm 9-a bölünən ədədlər. 18, 36, 2 qatı, 3 qatı, 54 və s. Bunun da elə axırıncısı 198. Çünki 198 həm 9-a bölünür, həm 6-ya bölünür. İndi A çıxılsın B. A-da olub B-də olmayanları soruşursa, A-nın da sayını tapmalıyam. Bu kəsişməndə sayını tapmalıyam ki, buradakı saydan buradakı sayı çıxanda A çıxılsın B-ni tapmış olum sayın. Bunun əvvəl sayını tapın. Bu sayı tapmaq üçün də asan bir düstur var. Sonuncu ədəddən ilk ədədi çıxaram. Bölərəm, bu ədədlər hər biri nəyə bölünür? 6-ya, üzərinə gələrəm 1-i. Burada eləyir 192 bölü 6 üzərinə gəl 1, 33. Digər tərəfdən bunu tapacağım, bunun sayını tapacağım. Burada da sonuncu rəqəm 198-dir, çıxaram. 18-i bölərəm. Bunlar nəyə bölünürlər hər biri? 18-ə bölünür, üzərinə gələrəm 1-i. 181, 18 üzərinə gəl 1, bu edir 10. 10 üstünə bir gəndə 11. Baxın, bayaq nə dedim? Dedim, bundan bunu çıxmaq lazımdır ki, bu çıxmanı tapmış olum. 33-dən çıxaram 11-i, qalar yerdə 22.
78 oldu 22. 79-cu sualda 6-ya bölünən ədədlərdən söhbət gedir. 6-ya bölünür 6, 12, 18 və s. Sonuncu ədəddə 216. Yəni 220-dən kiçik, axırıncı 216-dır ki, 6-ya bölünür. 8-ə bölünərsə 8, 16, 24. Bu da elə axırıncısı 216 olacaq. Çünki 216 özü 8-ə bölünür. İndi bunların ortaqları, yəni kəsişməsi nəyə bərabər olar bəs? Həm 6-ya, həm 8-ə bölünən ədədlər. O da 24 ilə başlayır. Çünki 6 ilə 8 əkib 24-dür. 24, 48 və s. Bu da axırıncı ədəd elə 216-dır. Çünki 216 həm 6-ya, həm 8-ə bölünür. Və yaxud da 216 24-ə bölünür. Bu formada da yanaşa bilərsiniz. B çıxısına, bax bunun sayını tapmalıyam. Bir də bu ortağın sayını tapmalıyam ki, bundan bunu çıxanda B çıxısını tapım. Bunun sayı 216 çıx 8 böl 8-ə bölünür də hər biri. Üzərinə gəl 1. 216-dan 8 çıxanda 208 böl 8 üzərinə gəl 1. 208 8-ə böləndə 26 üzərinə 1 gəndə 27. Bunun sayını isə tapanda 216 çıx 24 hər biri 24-ə bölünür. Üzərinə gəl 1 bərabərdir. 192 böl 24 üzərinə gəl 1. 192 24 böləndə 8, 8 üstə 1 gəndə 9. İndi bu sayılara çıxmaq lazımdır ki, n B çıxısının anı tapım. 27-dən də 9 çıxanda eləyəcək cavab 18. Sonra 80-ci sualda hər bir tələbənin ingilis və rus dillərindən heç olmazsa birinin bildiyi bir qrupda ingilis dilini bilən tələbələr bütün tələbələrin 70%-ni, rus dilini bilən tələbələr bütün tələbələrin 40%-ni təşkil edir. Yalnız ingilis dilini bilən 12 tələbə varsa, yalnız rus dilini bilən neçə tələbə var? Əvvəl mən bura belə yazaram. Bura ingilis dili, bura rus dili. Əgər 70% ilə 40% toplayaram, 110%, bütün tələbələrdə 100%-dir. Həmin bu 110%-dən çıxaram 100%-i, bura yazaram 10%. Əgər bura 10%-dirsə, ingilis dilini bilən 70%-dirsə, bura 60% qalır. Çünki bir yerdə 70 etməlidir. 40-dırsa bura 30% qalır. Çünki 10-dan 30-u toplayanda 40 eləsin. İndi deyir, yalnız ingilis dilini bilən 12 tələbə var. Yəni 60%-i 12 olan ədəd tapıram. Yalnız ingilis dilini bilən 60% tələbə görsənir də burada. Ona görə bundan istifadə edirəm. 12 vur 100 böl 62 tələbələrin bütün sayını tapmış olum. 20 dənə tələbə var. İndi soruşur bizdən, yalnız rus dilini bilən neçə tələbə var? Yalnız rus dilini biləndə 30% tələbə var. 20-də 30%-ni taparam. 20-ni vuraram 30-a, bölərəm 100-ə. Bu 0-la bu 0, bu 0-la da bu 0 ixtisar gedir. 3-ü 2-yə böləndə, vuranda eləyəcək 6 tələbə. Cavab 80-də oldu 6. Sonra və sonuncu sual, 81-ci suala baxaq. Voleybol, şahmat və üzgüçülük idman növlərindən heç olmasa biri ilə məşğul olan şagirdlərin sayı haqqında məlumat diaqramda verilmişdir. Bütün şagirdlərin 48%-i bu idman növlərindən yalnız ikisi ilə məşğul olarsa, yalnız bir idman növü ilə məşğul olan şagirdlər bütün şagirdlərin neçə faizini təşkil edir? Əvvəl biz burada dairədən tapaq görək ki, bunların cəmi neçə dənə şagird var? X üstə gəl 1, 5, 3, 6, üstə gəl 7, üstə gəl, x üstə gəl 2, üstə gəl 4. Bunun hamısını toplayanda bizə verəcək 2x üstə gəl 28. Deməli, cəmi 2x üstə gəl 28 şagird var. Bunu yadda burada yazdıq. Sonra nə deyir? Bütün şagirdlərin 48%-i bu idman növlərindən yalnız ikisi ilə məşğul olur. Baxın, voleybol və şahmatdan məşğul olan, yəni yalnız voleybol, yalnız şahmatdan məşğul olan 5 nəfər var. 3 nəfəri götürməyəcəyik burada. Çünki bu 3 nəfər həm voleybol, həm şahmat, həm üzgüçülük ilə məşğul olur. 3-ü burada götürməyəcəyik. 5-i götürəcəyik, voleybol və şahmatla məşğul olur. Buradan 6-nı götürəcəyik, voleybol və üzgüçülük ilə məşğul olur. Buradan da x üstə gəl 2-ni götürəcəyik, üzgüçülük və şahmatla məşğul olur. Və bu da neçə faizdir? 48%. Vur 100
bərabər 48%. Bunu həll etmək lazımdır. X üzərinə gəl 13, 2x üstə gəl 28 bərabərdir. 48-i 100-ə bölürəm. 4-ə ixtisar gedir 12, 4-ə gedir 25. Bu tənliklə, bununla bu ifadəni çarpaz vuracam. 12-ni vuracam. 2x üstə gəlsin 28-ə bərabərdir. 25-i vuracam, x üstə gəlsin 13-ə. İndi 12-ni 2x-ə vuranda 24x üstə gəlsin. 12-ni 28-ə vuranda 336. 336. Bunu buna vuranda 25x, 25-i də 13-ə vuranda 325. Dəyişənlər bir tərəf ədədlər bir tərəfə yığır. 24-dən çıxan 25x-i mənfi x eləyir. 325-dən də 336 çıxanda mənfi 11 eləyir. X buradan müsbət 11-ə bərabər oldu. Bizdən nəyi soruşur? Yalnız bir idman növü ilə məşğul olan şagirdlər bütün şagirdlər neçə faizini təşkil edir? Bütün şagirdlərin 2x üstə gələn 28 olduğunu bayaq burada tapmışdıq. Baxın, burada tapmışdıq. Yalnız bir idman növü ilə, yəni yalnız voleybolla məşğul olanlar x üstə gəl 1. Yalnız şahmatla məşğul olanlar 7. Bax, bu hissə. Yalnız üzgüçü ilə məşğul olan 4 nəfər. Üstə gəl 4. Bax, bunu soruşur bizdən ki, bu neçə faizdir? Vurulsun 100. 100% həll etmək lazımdır. X üzərinə gəl. 7 1 toplayanda 8 üstdən 4 gəndə 12. 2x üstə gəl 28 vurulsun 100. Bərabərdir. X-in qiymətini burada neçə tapdıq? Bayaq 11. Gətirib burada yerinə qoyacaq. 11 üzərinə gəl 12. 2 vur 11. Üstə gəl 28 vur 100. 11 ilə 12 toplayanda 23. 2-ni 11-ə vuranda 22 üstə 28 gələndə 50 vur 100. 50 ilə 150-yə ixtisar gedir 1 dəfə, 2 dəfə. 23-ü də 2-yə vuranda gələcək 46%. Cavab 81-də oldu. 46.